Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Çox təşəkkür edirəm. Gözəl bir sualdır. Bəli, böyük bir zaman keçdi, böyük bir zaman praktik olaraq gündə onlarla xəstələrlə, bunu aylara, illərə vursaq, yüzlərlə, minlərlə xəstələrimiz var. Həkimlik çox məşəqqətli, zor bir sənətdir. Bu sahəyə gəlmək həqiqətən özünü insanlara həsr etməkdir. İnsan həyatına toxunmaqdır. Bu çətin nə qədər də məşəqqətli bir yol olsa, bizi sakitləşdirən, bizi rahatlaşdıran xəstələrin minnətdarlığıdır. Xəstənin bir içdən gələn çox sağ ol deməyi bizim üçün xəzinlərdən biri artıqdır. Bizə xəstələrin müşayiət etdiyi təşəkkürlər hər zaman dayaq olub, o çətinlikləri bizə unutturubdur. O baxımdan sağ olsun bizim qədrbilən xalqımız hər zaman həkimini hörmətlə, minnətlə qiymətləndiribdir, hər zaman təşəkkür edibdir. O baxımdan nə qədər əziyyət çəksək də xəstənin sağlaması bizi hər zaman xoşbəxt edibdir.